Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugünkü videomuzda yeni nəşrdən çıxmış 4-cü qrup fizika 20 sınaq testinə baxırıq. Birinci testə baxacağıq sizinlə. Sizdən xahişim odur ki, əgər hələ də kanala abunə deyilsinizsə, kanala abunə olmağı, videolardan yararlanırsınızsa, bəyənib, paylaşmağı və rəy bildirməyi unutmayasınız. Başlayaq. Birinci sınaqdan başlayırıq. Deməli, bizə deyir ki, birinci sualda düzxətli bərabər yavaşlayan hərəkət edən cisim 120 metr yol gedərək dayandı. Sərf olunan zamanın ikinci yarısında gedilən yolu hesablayın. Biz bilirik ki, cisim yeyinləşən hərəkət eləyərdisə, yəni sükunətdən yeyinləşən hərəkət eləsə, zamanın birinci yarısında S, ikinci yarısında isə 3S qədər yol getmiş olardı. İndi yavaşlayan hərəkət eləyəcəyinə görə zamanın birinci yarısında 3S getmiş olacaq, ikinci yarısında isə S getmiş olacaq. Və ümumilikdə bu cisim nə qədər yol gedib? 120 metr yol gedib. O zaman 4S bərabərdir 120 olarsa, S də bərabərdir 30 olar. Demək ki, ikinci yarısında getdiyi yol 30 olacaq. Cavab olur burada B variantı. 2. Avtomobilin spidometrinin göstərişinə əsasən onun sürətini təyin edin. Burada təbii ki, sürətin qiymətini xəta ilə biz təyin edəcəyik. Çünki xətası da var müəyyən qədər. İndi gəlin baxaq. Əvvəlcə neçədir? 80 neçəsədir? Bu görək 80 neçədir. Baxaq görək bu 80 ilə 100-ün arasında neçə bölgü var? Baxın 1, 2, 3, 4, 5. 80 ilə 100-ün arasında bu bir bölgünün qiymətini tapmaq üçün iki qonşunun fərqinin modulunu götürürük. Aşağıda isə bölgü sayı ilə bölürük. Bu da olur bizdə 20-ni 5-ə böləndə 4. Demək ki, bir bölgü 4-dür. Onda 80-dən sonra bir bölgünü göstərsə, bunun sürəti olmalıdır 84. Üstə gəl çıx. Bunun xətası qədər. Xəta nə qədər olur? Bir bölgünün yarısı. Əgər bizim bir bölgümüz 4-dürsə, onda xətamız nə qədər olacaq? Xəta olacaq 2. Bir bölgünün yarısı. Deməli, 84 üstə gəl çıx 2. Cavab olacaq A variantı. Kilometr saatlandır. Cavablar da kilometr saatdır. Heç nəyi dəyişmirik. Getdik 3-cü suala. 3-də deyir ki, cisim düz xətt üzrə A nöqtəsindən B-yə, sonra isə çevrə qövsü üzrə hərəkət edərək C nöqtəsinə gəlib. Bütün yola 10 saniyə vaxt sərf edibsə, cismin yola və yerdəyişməyə görə orta sürətlərini hesablayın. Gəlin birinci yola görə tapaq V1-i. V1 bərabərdir S yol bölünsün zaman. Bütün yola 10 saniyə vaxt sərf edibdir. Bunun getdiyi yol əvvəlcə A-dan B-yə 20 metr gəlibdir. Ondan sonra da B-dən C-yə gedibdir. B-dən C-yə də baxın, çevrənin 4-dən 1-in gedibdir. Çevrənin 4-də 1-i, yəni çevrənin uzunluğunun 4-dən 1 hissəsi, yəni 2 pi-nin 4-də 1 hissəsi olur pi bölünsün 2 ixtisar gedəndə. Pi-si 3-dür, eri 60 metrdir, bölünsün 2 və bunlar ixtisar gedəndə. Olur nə qədər? 182-yə böləndə 90. Bu da olur 90. Deməli, yolu nə qədər oldu? 20 metr A-dan B-yə, 90 da bura. Olur bizdə 110 bölünsün 10, 11. V1 bərabərdir 11. İndi gəlin V2-ni tapaq. V2 nəyə bərabərdir? S yer dəyişmə bölünsün zaman. V2 bərabərdir. Zamanımız yenə 10-dur. İndi yer dəyişmə nəyə bərabərdir? Baxaq görək, yer dəyişməmizi necə tapırıq. Baxın, mən buranı siləcəm yer dəyişməni tapmaq üçün. Fikir verin burada. Yer dəyişmə nədir? Başlanğıc və son nöqtələr arasındakı istiqamətlənmiş düz xətt parçası. Düzdürmü? Budur da. İndi biz bu məsafəni tapmaqdan ötəri burada bir dənə düz bucaqlı 3 bucaq qurarıq. Ki artıq o qurulub orada 90 dərəcəni də qoyubdur. Baxın. Bunun radiusu 60-dırsa, bax bu hissədə radiusdur da 60-dır, düzdür. Onda AO hissəsi nədir? Bizim düz bucaqlı 3 bucağımız bu şəkildədir. A, S, O. Düz bucaq bura. AO hissəsi 80 olurmu? 20 ilə 60-ın cəmi. Bu hissəm nədir? 60-dır. Deməli, bunun yer dəyişməsi nədir? 100-dür. Onda biz Pifagorla eləyəndə 100 çıxır və 2-ni də tapsaq eləyir 10. Deməli, birinci 11 oldu, ikincisi 10 oldu. Cavab oldu A variantı. Maraqlı sualdır. Gedirik 4-ə. Şəkildə düzxətli bərabər sürətli hərəkət edən cisimlərin T bərabər 0 anındakı vəziyyətləri göstərilmişdir. İkinci cisim birinciyə çatana kimi birinci nə qədər yol gedər? Görək ikinci cisim neçə saniyəyə gəlib birinciyə çatacaq. T bərabər 0-da belədir. İndi 1 saniyəyə baxın. Birincisi 15 metr yol gedir. İkincisi isə 25 metr yol gedir. 1 saniyədə birinci 15 metr gedir, ikinci 25 metr.
Hər bir saniyədə, baxın, hər bir saniyədə ikinci cisim birinciyə 10 metr yaxınlaşır. Bax, elə bil ki, bu 15 gedir, bu 25 gedir. Bu daha çox gedir də 10 metr. Ona görə hər saniyədə 10 metr daha çox yaxınlaşır. İndi bizə deyir ki, ikinci cisim gəlib birinciyə çatana qədər, əgər hər saniyədə 10 metr yaxınlaşırsa, bunlar arasındakı məsafə nə qədərdir? 90, düzdür. Onda 1 saniyəyə 10 metr gedirsə, bax, 1 saniyəyə, sanki, belə deyək də, bu dayanıbdır, bu 10 metrlə buna yaxınlaşır. 1 saniyəyə 10 metr gedirsə, nə qədər vaxtda 90 metri gedər? Buradan zamanı tapırıq ki, 9 saniyə, düzdürmü? İndi bu 9 saniyədirsə, axı bu da 9 saniyə gedib, bu da 9 saniyə gəlib. Sadəcə 9 saniyə bu gəlib artıq buna çatıb. Çünki ondan daha sürətlidir. Bəs 9 saniyəyə birincinin getdiyi yol V1 vurulsun T. Yəni 15 vurulsun 9 olacaq 135. Cavab olur B variantı. 5-ci sual. Başlanğıc anda eyni nöqtədə olan bir və iki cisimlərinin sürət zaman qrafikləri verilmişdir. Cisimlərin sürətlərinin bərabər olduğu anda onlar arasındakı məsafəni hesablayın. Baxın, cisimlərin sürətinin bərabər olduğu andakı aralarındakı məsafə, bax, bu arada qalan fiqurun sahəsidir. Biz də bu fiqurun sahəsini siz necə tapa bilərik? Gəlin iki yerə bölək. Bax, bu qırıq-qırıq xətt ki var. Bir dəqiqə bunu buradan bölsək. Bura trapesiyadır. Aşağı isə düzbucaqlı üçbucaqdır. Bunları tapıb toplasaq, artıq biz həmin cavabı tapmış olarıq. İndi baxaq. Buna 1 yazıram, buna 2 yazıram. S1 üstəgəl S2-dir də məsafəmiz. S1 üstəgəl S2 sual. Əvvəlcə gəlin S1-i tapaq. Trapesiyanın sahəsi necə idi? Kiçik oturacağı buradan bura qədər 4 üstəgəl. Böyük oturacağı 6 böl 2 vurulsun. Hündürlüyü nə qədərdir? 15. Bu bərabərdir. 5 vur 15 75 eləyir. S2 bərabərdir. Düzbucaqlı üçbucaqdır. Oturacaq 6 vurulsun. Bu tərəf 15 bölünsün 2. Bu neçə eləyir? 45 eləyir. Və biz də S1 üstəgəl S2-ni tapanda cavabımız nə olacaq? 75 ilə 45-in cəmi olacaq 120. Yəni C variantı 5-ci sualda. 6-da OX oxu boyunca hərəkət edən cisimlər üçün Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Deməli, təcil sıfıra bərabərdir. Təcil harda sıfır olur? Bərabər sürətli hərəkətdə. Bunlardan hansı bərabər sürətlidir? Təbii ki, bu. Bərabər yeniləşən hərəkət bura aiddir. Koordinat zamandan xəttə asılıdır. Bura aiddir. Sükunətdən hərəkətə başlayıb. Bura aiddir. X oxu istiqamətində gedir. Hər ikisinə aiddir. Olacaq 2, 4, 5, 1, 3. İndi gəlin doğru cavab axtaraq. 2, 4, 5, 1, 3. A variantı. Bir dənə görək 3 ortadaydı mı? Bəli. A variantı doğru cavabdır. 7. Verilmiş radiuslu çeviri üzrə bərabər sürətlə hərəkət edən, dövr edən maddi nöqtənin xətti sürəti V bərabərdir. Omega R-dir də, düzdür. Dönmə bucağı ilə tərs asılıdır, səhvdir. Dövr etmə periodu ilə tərs asılıdır. 2 pi R bölünsün T-yə görə doğrudur. Dövr etmə tezliyindən asılı deyil, asılıdır axı 2 pi nu R. Ona görə bu da səhvdir. Bucaq sürəti ilə düz asılıdır. Doğru cavab oldu 2, 4, yəni 7-də Y variantı. 8. Radiusu 80 sm olan çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə A nöqtəsindən B nöqtəsinə 0,5 saniyəyə çatır. Mərkəzə qaçma təcilini hesablayın. Mərkəzə qaçma təcilini yazmaq üçün omega kvadratı R yazıram. Omeganı da tapmaq üçün 2 pi bölünsün T eləməliyim. Birbaşa gəlin belə eləyək də. Elə omeganın kvadratını burada açaq. 4 pi kvadratı R bölünsün T kvadrat. Niyə? Çünki bizə pi-nin kvadratını verib təkcə omega aparıb hesablayıb qoya bilməyəcəyik yerinə. Ona görə bu düsturla yazaq. Bizim əlimizdə nə yoxdur bunu tapmaq üçün? Baxın, R var, pi kvadrat var, T yoxdur. Bəs periodu necə taparıq? Period nədir? Cisim çeviri üzrə bir tam dövrünə sərf elədiyi zaman. Yəni, A-da başlayırsa, bir də haçan gəlib A-ya çıxacaq. Həmin zaman. Əgər 45 dərəcəni 0,5 saniyəyə dönübsə, tam dövrün neçədir? 360 dərəcədir. 360 dərəcəni hansı zamana dönər? Bax, bunu tapmalıyıq biz.
Buradan da periodu tapsaq, 360 vur 0.5 bölünsün 45. Bu eləyir 180. 180 də 45-ə böləndə 4 eləyir də, düzdürmü? Period 4. İndi gətirib qoyuram yerinə. 4 vurulsun, 10 vurulsun. 0.8 metrə çevirirəm. Bölünsün 4-ün kvadratı. Burada 4-ün biri gedir. Burada da 8 bölü 4 cavab olur 2. Yəni 2, 8 də B variantı. 9. Düz xətlə hərəkət edən eyni kütləli 1 və 2 cisimlərinin sürətlərinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cisimlərə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının nisbətini tapın. Əvəzləyici qüvvənin biz nisbətini tapmaq üçün baxaq, bərabərdir. Yazarıq ki, M2A2 bölünsün M1A1. Bizə burada deyir ki, eyni kütləli. Kütlələr eynidirsə, bunlar ixtisar gedəcək. Əvəzləyici qüvvənin nisbəti nə olacaq? Birbaşa elə A2x-in A1x-a nisbəti olacaq. Və baxırıq ki, bizə proyeksiya ilə verib. İndi gəlin tək-tək tapaq. A1x-i tapaq burada. A1x bərabərdir. Deməli, birinci neyniyib? 20-dən 25-ə qalxıb. Onda 25 çıxılsın 20, bölünsün neçə saniyəyə? 5 saniyəyə. Cavab 1. A2x-i tapsaq, neyniyib? 15-dən 0-a gəlibdir. 0 çıxılsın 15 bölünsün 5. Bu da eləyir bizdə -3. İndi gətirib yerinə qoysaq, -3-ü 1-ə böləndə cavab olur -3, yəni 9-da C variantı. 10-cu sual. Üfüqü müstəvidə M bərabər 30 kiloqram kütləli cisim şəkildəki istiqamətdə 50 Newton qüvvənin təsirinə hərəkət edir. Reaksiya qüvvəsini tapın. Gəlin baxaq. Deməli, bu cismin aşağıya mg-si var. Reaksiya qüvvəsi bu istiqamətdədir. Reaksiya qüvvəsi yuxarıdır. İndi reaksiya qüvvəsini biz tapmaqdan ötəri onunla eyni və yaxud əks olan qüvvələri tapmalıyıq. Bu F qüvvəsini proyeksiyalayırıq. Proyeksiyalayanda olur bu şəkildə. Bu üfüqi qüvvənin heç bir aidiyyatı yoxdur bizə. Çünki reaksiya qüvvəsinin hərəkətə aidiyyatı yoxdur da bizə lazımdır bu. Bu proyeksiyası da olacaq F-in sinus proyeksiyası. Çünki alfa tərəf həmişə kosinus olur, digər tərəf, qarşı tərəf sinus olur. İndi gəlin baxaq. Baxın, aşağı bir dənə F sinus alfamız var. Aşağı bir dənə mg-miz var, yuxarıda m var. İndi mən burada tarazlıq şərtini necə yazaram? N bərabərdir mg üstəgəl F sinus alfa. Biz bunu qaydada da vermişik. İndi elə n istədiyinə görə bərabərdir 30 vurulsun 10, üstəgəl 50 vurulsun sinus alfa 0.8 bərabərdir 300 üstəgəl 40. O da eləyir cavab 340, onda olur A variantı. 11. Sürtünməsiz üfüqi səthi üzrə hərəkət demək kütlələri 2 və 3 olan cisimlər 20 Newton qüvvənin təsirinə hərəkət edir. İkinci cismin birinci etdiyi təsir qüvvəsini hesablayın. Baxaq. Deməli, bu cismin kütləsi 2-dir, bu cismin kütləsi 3-dür. Gəlin əvvəlcə təcilini tapaq bunun. F bərabərdir. F hər ikisinə təcil verdiyinə görə M1 üstəgəl M2 vurulsun, A eləyir. Buradan da A-nı tapsaq, F bölünsün M1 üstəgəl M2 bərabərdir 20 bölünsün 2 üstəgəl 3, bu da eləyir 4. Təcil 4. İndi bizə deyir ki, 2-nin 1-ə elədiyi təsir. 2-nin 1-ə göstərdiyi təsir elə 1-in də 2-yə göstərdiyi təsir olacaq. Ona görə də F bərabərdir 1-in 2-yə göstərdiyi təsir. Bax, həmişə elə bilin ki, buradan mən xətt çəksəm, qüvvə belə itələyirdi, yəni bu cisimlər ikisi də belə hərəkət eləyəcək. Onda mən bunu tapmaq üçün nə edəcəm? Bu hansı, bax bu F 1-2, həm də F2 1-dir də fərqi yoxdur. Hansı cismi hərəkətə gətirir? M2-ni. Yazıram M2A. O da bərabərdir 3 vurulsun 4, cavab olacaq 12 D variantı. Getdik. 12. Eni 12 metr və axın sürəti V1 2 metr saniyə olan çayda qayıq K nöqtəsinə suya nəzərən V2 bərabərdir 5 metr saniyə sürətlə şəkildəki istiqamətdə hərəkətə başlayır. Qayıq 4 saniyə müddətində M nöqtəsinə çatarsa, elm məsafəsini hesablayın. Gəlin verilənlərimizi yazaq. V1 bərabər 2-yə çayın sürətidir. Eni 12 metrdir, K-in uzunluğu 12-dir. V2 də bərabərdir 5-ə. İndi deyir ki, qayıq 4 saniyəyə M nöqtəsinə çatır. Qayıq 4 saniyəyə M nöqtəsinə çatır. Bizə başqa heç nə verməyib ki, yox. Yaxşı, M nöqtəsinə bunu aparan nədir? Həm bunun üfüqi proyeksiyası var, həm bunun şaquli proyeksiyası var.
Əgər M nöqtəsinə 4 saniyəyə çatırsa, baxın, bu sanki qarşı tərəfə buradan başlayıb bura keçməyə də 4 saniyə vaxt sərf eləyib və bunun V-Y var. Onda 12 metr yolu getməyə, yəni qarşı tərəfə keçməyə 4 vurulsun V-Y sərf eləyibsə, bunun V-Y nəyə bərabərdir? 3-ə. İndi bunun V-Y 3-dürsə, bu da 90 dərəcədə, axı burada 5-dirsə, onda bunun üfüqüsü V-X nəyə bərabər olar? 4-ə. Pifaqorla 3 4-dən 5 çıxır da. Bunu artıq bilirsiniz deyə çox üstündə durmuram. Və bunun M nöqtəsinə gəlib çatması üçün baxın üfüqü hərəkət edir. Həm bunun 4 sürəti var, həm bunun 6 sürəti var. Onda bunu M nöqtəsinə aparıb çıxaran hansı sürət olacaq? Hər ikisi eyni istiqamətdə deyə Vx ilə V1-i toplayıb vuracağıq zamana elm məsafəsini tapmaq üçün. O da olur 4 üstə gəl 2 vurulsun. Zamanımız da 4 idi də. 6 vur 4 bərabərdir 24. Cavab olur A variantı. Getdik 13-ə. Bir cismi 8 metr saniyə sürətlə hərəkət edərkən iki cismi sükunət vəziyyətindən 0,4 metr saniyə kvadratın təcillə hərəkətə başladı. 20 saniyə sonra iki cismin bir cisminə nəzərən sürətin modulunu hesablayın. Gəlin baxaq, 20 saniyəyə hara çatacaq bunlar? Baxaq, sürətin modulunu istəyir. Deməli, bir cismi 8 ilə başladı hərəkətə. 2-nin də təcili 2-dir və sükunətdən başlayıb. Yox, təcili 0,4-dür. Təcili 0,4-dür və sükunətdən hərəkətə başlayıbdır bu. Onda bunun sürətini tapaq görək, sürəti necədir? V bərabər AT-yə görə AT yazarıq da. 20 saniyəyə, baxın, birinci cisim nə qədər yol getmiş olacaq? Tutaq ki, nə qədər getdiyinə baxaq, yoxsa sürətinə baxaq. 20 saniyəyə birinci cisim elə 8 ilə hərəkət edir. Amma ikinci cismin 20 saniyəyə sürəti neçə olacaq? Sükunətdən hərəkətli deyə yeyinləşən. Bu da 8 olur, düzdür. İndi bunlar arasında 60 dərəcə bucaq yaranıbdır. Bunun bir-birinə nəzərən sürəti kosinuslar teoreminə görə tapılacaq və kosinuslar teoremində də V1-2 bərabərdir. Birinci cismən illap 2-1 olsun. 2-1 bərabərdir. V1 kvadrat üstə gəl V2 kvadrat çıx 2V1 V2 kosinus alfa. Bu şəkildə tapsaq. İndi biz bunları toplamaq üçün bunlar arasındakı vektora baxmalıyıq, bucağa baxmalıyıq. Bunlar arasındakı bucaq başlarını eyni yerə qoyanda belə alınır. Yəni bunlar arasındakı bucaq elə 60 dərəcə olur. 60 dərəcə olanda da onların əvəzləyicisi özünə bərabərdir. Əgər özləri bərabərdirsə, o da hardan çıxır? Baxın. 8-in kvadratı üstə gəl 8-in kvadrat çıx 2 vur 8 vur 8 vur. Kosinus 60-da da 2-də 1 daxı. Bax, bu 2 ilə bu 2 gedir. Bu 8-in kvadratı ilə də bu gedir. Cavab çıxır 8, yəni A variantı. Maraqlı sualdır bu da. 14-də başlanğıc anda eyni yerdə olan düz xətlə hərəkət edən iki cismin sürətləri budur. Neçə saniyə sonra cisimlər arasındakı məsafə 144 olar. Gəlin baxaq görək. Bax, bu bizim X oxumuzdur. Başlanğıc anda eyni yerdən, yəni ikisi də buradan başlayır. Birinci cisim, deməli, neyniyir? -12 üstə gəl 2T. Bu neyniyir? X oxunun əksinə hərəkət edir də. V bərabərdir, V1 bərabərdir. -12 üstə gəl 2T. Çünki V0 mənfidir və X oxu müsbət qəbul eləmişik. Bu da X proyeksiyası olduğuna görə belə olur. İkinci cism isə ox istiqamətində hərəkət edir. V2X bərabərdir. 6 üstə gəl 4T. Deyir ki, bizə neçə saniyədən sonra, yəni zaman aralarındakı məsafə 144 metr olar. Aralarındakı məsafəni bilmək üçün bizə lazımdır bunların sürətləri. Başlanğıcda da eyni yerdə olublar. İndi burada gəlin belə baxaq. Biz burada deməli bir-birinə nəzərən bunlar əksi istiqamətdə gedir deyə nisbi sürət tapsaq, sanki biri dayanıb, o birisi neyniyir? O birisi gedir də ancaq. Nisbi sürət tapanda əks istiqamətdə olduğuna görə vektor olaraq biz çıxanda, V2-dən V1-i vektorun çıxanda belə olacaq. 6 üstə gəl 4T-dən çıxıram, -12 üstə gəl 2T-ni. Burada tənliyimiz nə formada alınacaq? 18 üstə gəl 2T formasında. V-si belə alındı. Yəni bunun V0-ı 18-dir, A-sı da 2-dir. İndi S bərabərdir V0T üstə gəl AT kvadratı bölü 2.
Burada bərabər 144 qoyaq. V0-ımız 18-dir. 18t üstəgəl 2t kvadrat bölü 2 bərabər 144. Buradan alınır ki, t kvadrat üstəgəl 18t çıx 144 bərabərdir 0. Burada da diskriminantla kökləri tapsaq, hasili mənfi 144 cəmi 18 olan, mənfi 18 olan, mənfi 24 ilə müsbət 6 görək ödəyirmü? İşarələri düz yazdıqmı? Bəli, ödəyir. Zaman da bilirik mənfi olmadığına görə ancaq müsbət qiymətini götürərik. Doğru cavab E variantı. Maraqlı sual idi bu da. 15. Hansı ifadələr doğrudur? O1 O2 oxu ətrafında fırlanan kürənin üzərindəki A və B nöqtələrinin müəyyən zaman müddətində getdikləri yol, dönmə bucaqları və sürətin dəyişməsi bərabərdir. Biz deyirik ki, 15-də deməli, bunlardan hansı bərabərdir? Biz bax, A ilə B üzərində hərəkət edən cisimdirsə, buna iç-içə çevrə kimi baxaq. Sanki bax, siz burada yuxarıdan buna baxsaz, bax, buradan göz qoyub baxsaz, bu iki dənə çevrəni iç-içə çevrə kimi görəcəksiniz. Mərkəzi O-da olan, daha səliqəli çəkə bilsək, aha, mərkəzi O nöqtəsində olan, bu A-nın fırlandığı olacaq daha balaca, bu da B-nin. Və mərkəzi də O nöqtəsində. Bunlarda nə idi? Dönmə bucaqları bərabər idi və getdiyi yol təbii ki, fərqli olacaq, çünki radiusları fərqlidir. Sürət dəyişməsi bərabərdirmi? Xeyr, sürət dəyişmələri də fərqli olacaq, çünki sürətləri axı bərabər deyil, radiusla düz mütənasibdir. Ona görə yalnız burada 2 doğru olacaq, 1 ilə 3 isə səhv olacaq. 16. Müstəvi üzərində düz xətt üzrə hərəkət edən cisimlərin koordinatları belədir. Sürətin modulunu hesablayın. Deməli, cismin koordinatları, baxaq, x, y oxuna görə x-ımız aşağıdadır, y-imiz yuxarıdadır. 14 üstəgəl 3t. Bunun 14 x0-dır, 3t isə onda vx-i, yəni x oxu üzrə hərəkət sürəti nədir? Bunun 3-dür də. Bəs yaxşı, bu 20-dən başlayır, 4t-yə gedir. Sanki aşağı gedir də, y oxunun əksinə gedir. Və y də bərabərdir 4. İndi bunun sürətin modulunu hesablamaq üçün, düzbucaqlı koordinat sistemi olduğuna görə v-nin modulunu hesablamaq üçün 3-ün kvadratı üstəgəl 4-ün kvadratı. Bunun da cavab olacaq 5, 16-da D variantı. 17. Sükunət alınan hərəkətə başlayan kütləsi 10 kiloqram olan cismin əvəzləyici qüvvənin qrafiki verilibdir. 2-ci və 6-cı saniyədə keçən müddətdə cismin getdiyi yol. 2 ilə 6-nın arasında getdiyi yolu istəyir. Onda gəlin belə eləyək. Sükunət halından 2 saniyədə getdiyi yolu tapaq. 6 saniyədə getdiyi yolu tapaq. Sonra bunları bir-birindən çıxaq. Elə bil ki, S6-dan S2-ni çıxmalıyıq biz. Belə baxa bilərik. İndi burada da necə tapsaq yaxşı olar? Əgər kütləmiz 10-dursa, demək A bərabərdir F böl M-ə görə 40-ı 10-a böldük, elədi 4. Təcili 4-dür. İndi baxın, biz bunun gəlin sürət qrafikinə keçək. Bunun elə bilin ki, təcil qrafiki A-nın T-dən, AX-ın T-dən 4-dən sabit olacaq. İndi sürət qrafikinə keçəndə sükunətdən hərəkətə başladığına görə sürət belə olacaqdır. Və 2 saniyədə sürəti neçə olacaq? A-sı 4-dürsə sürət olacaq 8. Bəs yaxşı, 6 saniyədə sürət neçə olacaq? A-sı 4-dür deyinə 24, düzdürmü? İndi biz burada qalan, baxın elə buradan tapa bilərik, heç çıxma eləmərik də. Bu fiqurun sahəsini taparıq da, bizdən 2 ilə 6 arasında gedilən yolu istəyir. Bu da trapesiyadır. Bunun sahəsini də tapanda 8 üstəgəl 24 bölü 2 vur 4. Bu da nə eləyir? 32-ni 2-yə vuranda 64 eləyir. Buradan ixtisar getdi. Cavab oldu D variantı. 18 kiloqram metr kvadrat böl saniyə vur joule. Joule-un açılışı bilirik ki, kiloqram vur metr böl saniyə kvadratıdır. Və qalanını da yazsaq yerinə. Burada hər şey ixtisar gedib, cavab ancaq qalır. Metr vurulsun saniyə, düzdürmü? Baxaq bir dənə. Kiloqram metr kvadratıdır joule. Onda metr də gedir. Saniyə qalır. Sadəcə saniyə qalır. Bu da olur. Nə? Dövr etmə periodu A variantı. 19. 19 deyəsən açıq sualdır. Yoxsa yox, cavabları buradadır. Baxaq, radiusu 2 metr olan çevri üzrə bərabər sürətlə hərəkət dövr edən cismin periodu 4 saniyədir. Period 4-dür.
A nöqtəsini keçdikdən sonra 7 saniyə ərzində sürətin dəyişməsinin modulu. Demək, radiusu 2 veribdir. R bərabərdir 2-yə. Belə baxaq. Periodda 4-dür. T bərabərdir 4-dür. A nöqtəsini keçəndən 7 saniyə sonra sürət dəyişməsi və onun istiqaməti. Baxaq, period 4-dürsə, 4 saniyəyə bu bir dövrün tamamlayacaq. Tutaq ki, gəldi, bu şəkildə hərəkət elədi, 4 saniyə keçdi. Əgər 4 saniyəyə bir dövrün tamamlayırsa, çevrənin 4-dən birin, hərəsin 1 saniyəyə gedir də. İndi bir dövrü tamamlandı burada. Qalır bunun geriyə 3 saniyəsi. Baxın, A-da başlayır. Bir getdi bura 1 saniyə, 2 saniyə. Bax, burada 4 saniyə tamamlandı. Bura 5, bura 6 saniyə. Bir dənə də gəldi bura 7 saniyə. Oldu? Bəli. İndi A-da başladı, nə qədər yol getdi? 4-də 3 qədər. Periodun 4-də 3 hissəsi qədər. 4-də 3-də delta V necə tapılırdı? Bax, bu nöqtədə istiqaməti belədir sürətin, bu nöqtədə isə belədir. Ona görə bunlar bir-birinə perpendikulyar olduğuna görə yekun sürət dəyişməsi V kvadrat üstə gəl V kvadrat kök altında, bu da eləyir kök altında 2V. İndi biz bunun V'sini hesablayaq. V bərabərdir 2 pi R bölünsün T'yə görə 2 vurulsun 3. Pi'ni vermişdi o tərəfdə. 3-dür. Olur 3 kök 2. Sürətin istiqaməti bəs hara olacaq burada? İndi gəlin onu seçək. Qiymətini seçdik, amma istiqamətini də seçməliyik də. Bizə hansının nəzərən deyir? Nəzərən demir. Sadəcə olaraq deyir ki, sürət dəyişməsinin istiqaməti. İndi baxın. Yuxarıda qeyd eləmişəm, bir də çəkim böyük şəkildə. Deməli, biri bu istiqamətdədir, yuxarı istiqamətdədir. Biri də bu istiqamətdədir. Sürət dəyişməsi əvvəl yuxarı idi, sonra oldu aşağı. Ona görə də əvvəlki halından son halına gəldiyinə görə, bax, sürət dəyişməsi bu istiqamətdə olacaq və qiyməti də 3 kök 2, yəni cavab olur D variantı. 20. İplə blok arasındakı sürtünmə qüvvəsini hesablayaq. Deməli, bu 5-dir, kütləsi 5 kiloqram, bu da 7 kiloqram. 40 Newton qüvvənin təsiri ilə tarazlıqdadır. Baxın, indi bu qüvvə olmasaydı, bu qol aşağı gedəcəkdi də, düzdür? Öz-özündən. Amma bu 40 Newton qüvvənin təsiri ilə tarazlıqda olduğuna görə, bax, bunun aşağı 50 Newtonu var MG-si, bunun aşağı 70 Newtonu var. İndi burada bir dənə də F qüvvəsi var, 40 Newton. İndi fikir versək, bu qolda nə qədər qüvvə var aşağı dartan? 90 Newton. Onda burada da 90 Newton olur da. Biz də demişik ki, eyni ipdə, eyni qüvvə olur. Baxın, bu qüvvədə, burada da onda 90 olmalıdır da. Yaxşı, yuxarı dartan 90-da, aşağı 70. Bunun sürtünməsi nə qədər olacaq onda? Deməli, 20 Newton olacaq ki, bu tarazlıqda qalsın. F sürtünmə bərabərdir, 90 çıxılsın, 70 bərabərdir, 20. Sürtünmə niyə bu istiqamətdə olur? Çünki biz aşağı dartıb bunu tarazlıqda saxlayırıq deyə sürtünmə əksinə yönələcək, bu istiqamətdə olacaq. Doğru cavab olur A variantı. 21. Çevrə üzrə bərabər sürətlə hərəkət edir, dövr eləyir. Maddi nöqtə üçün fiziki kəmiyyət hansılardan zamana görə dəyişir? Dövr etmə periodu dəyişmir, dövrlərin sayı dəyişmir, mərkəzə qaçma təcili dəyişir və bucaq sürəti nə edir? Yox, bucaq sürəti zamandan asılı deyil. Dövrlərin sayı dəyişir zamana görə. Çünki məsələn 1 saniyəyə 1 dövr eləyərsə, 5 saniyəyə onda 5 dövr eləmiş olacaq. Onda cavab olur 2 ilə 3 B variantı. 22. Çevrə üzrə bərabər sürətli hərəkətdə çevrənin radiusunu və dövr etmə periodunu 3 dəfə azalsaq. Həm radiusu 3 dəfə azaldır, həm də periodu 3 dəfə azaldır. Xətti sürətin düsturu V bərabərdir 2 pi R bölünsün T'yə görə. R 3 dəfə azalanda V 3 dəfə azalır, T də 3 dəfə azalanda V 3 dəfə artır. Yekunda dəyişməz. Bizdən də soruşur ki, xətti sürət dəyişməz, doğrudur da onda. Mərkəzə qaçma təcili A bərabərdir 4 pi kvadratı R bölünsün T kvadrat. Bu 3 dəfə azalır. T də 3 dəfə azalır. T'nin 3 dəfə azalmağı bunu 9 dəfə artıracaq. Radiusun 3 dəfə azalmağı 3 dəfə. Yekunda təcil neyniyər? 3 dəfə artar. Onda 2 doğrudur. Dövr etmə tezliyi dəyişirmi? Dövr etmə tezliyi dəyişmir. Çünki perioddan asılıdır. Deməli, burada da
Perioddan asılıdır, zamandan asılı deyil də dövr etmə tezliyi. Onda nü bərabərdir 1/t-yə görə. Dövr etmə periodumuz 3 dəfə azaldığına görə bu 3 dəfə artmalıdır. Amma burada yazıb ki 3 dəfə azalar. Ona görə bu səhvdir. Cavab olur 1 ilə 2 A variantı. 23. Üfüqi hamar səth üzərində bir-birinə iplə bağlı kütlələri M1-5, M2-10 olan cisimlər F qüvvəsinin təsiri ilə hərəkət edirlər. Birinci haldakı ipdə gərilmə qüvvəsi T1 20 olarsa, ikinci halda ipdə gərilmə qüvvəsi neçə olar? Birinci halda baxaq, bu 5 Newtondur, bu isə 10 Newtondur. İndi bu 5-dir, bu 10-dur. Baxıram ki, F qüvvəsi hansı kütlələrdə artır? 5 ilə 15, 15A belə də artır. T1 bərabərdir, 5A-nı da artır, düzdür? Bu şəkildə. T1 burada 20-yə bərabərdirsə, A-sı bunun 4-ə bərabərdir. Onda F qüvvəsi nəyə bərabərdir? 15-i 4-ə vuranda 60-a. İndi yenə F bərabərdir 60-dır burada. Deməli, həmin qüvvə daxı eyni qüvvənin təsiri ilə hərəkət edir. Yenə 60 bərabərdir 15A-ya, yenə A-sı 4-dür. Bu dəfə T2 bərabərdir M2A-ya. Yəni 10 vurulsun 4 olur 40. Cavab olur, açıq suallara çatmışıq artıq. Cavab olacaq 40 Newton. 24. Çevrənin radiusunu istəyir bizdən. Bizə nə veribdir? Tezliyi veribdir 0,2. Onda tez periodu tapsaq, period neçə eləyir? 5. 2,5 saniyə periodun hansı hissəsidir? Yarısıdır. Yarısında yer dəyişməmiz nə idi? S bərabər 2 R idi. O da 40 cm-dirsə, R-imiz neçədir? 20. 20 cm, cavabı da santimetrlə istədiyinə görə elə sadəcə 20 olacaq. 25. OX oxu boyunca hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilib. Bu cisim üçün hansı mülahizələr doğrudur? 0-T0 aralığında yeyinləşən hərəkət eləyir. Xeyr, səhvdir, yavaşlayan qrafikidir. T02, T0 təcil 0-dır, səhvdir. Təcil sabitdir və müəyyən bir qiyməti var. T0 anında sürət 0-a bərabərdir. Baxaq, bu yavaşlayan hərəkət eləyir. Gəlir burada bir anlıq dayanır və sonra istiqamət dəyişir, yeyinləşir. İstiqamət dəyişdiyinə görə orada bir anlıq dayanır, yəni sürəti sıfırlayır, sonra dəyişir. Düzdür? 2T0 anında cisim hərəkət istiqamətini dəyişmişdir. Xeyr, dəyişməyib. Çünki burada da ox istiqamətinə gedir, yeyinləşir. Sonra ox istiqamətinə bərabər sürətlə. Amma istiqaməti dəyişməyib, baxın. 2T0, 3T0 arasında təcil 0-dır. Bəli, çünki bərabər sürətlə hərəkət edir. Cavab olur 3-dən 5. 26. Radiusları verilib bizə. R1-imiz R-dir, bu da R-dir, bu isə 2R-dir. Disklərin kənar nöqtələrin sürətlərinin nisbətini hesablayın V2-nin V3-ə. Deməli, bizdə 3-cü ilə 1-cinin sürəti eynidir. Bu V-dirsə, onda 2-cinin sürəti V2 nəyə bərabərdir? Mən buna V3-ə də V dedim. Onda V2 nəyə bərabərdir? 2V-yə, radiusundan düz asılıdır. İndi V2-ni V3-ə böləndə olacaq 2V bölünsün V, cavab olur 2. 27. OX oxu boyunca hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Lap yaxşı. 0T1 anında 0-dan T1-ə A-sı bunun 0-dır. Bu cisim ya sükunətdədir, ya düz xətli bərabər sürətlə hərəkət edir. Amma hərəkət eləyirdi, ya düz xətli bərabər sürətlə hərəkət edir. Və təcil 0 olduğuna görə əvəzləyici qüvvə də 0-dır. Daha sonra deyirik ki, T1, T2 anında OX oxu boyunca hərəkət eləyirdi. Yenə OX oxu boyunca hərəkət edir və A-sı müsbətdir. A-sı müsbətdir, V-si də müsbətdir. X oxu boyunca da. Demək ki, bu yeyinləşən hərəkət eləyir. Yəni, bərabər yeyinləşən, çünki A-sı sabitdir. Və eyni zamanda əvəzləyici qüvvə də OX oxu istiqamətindədir, AD. Üçüncü hissədə isə A-sı mənfidir. Cisim OX oxu boyunca hərəkət eləyir. Demək ki, qüvvə oxun əksinədir və bərabər yavaşlayan hərəkət edir. 1-də S, 2-də AD, 3-də də BY. Və getdik, çatdıq situasiyamıza. Situasiyada bizə deyir ki, kütləsi 1200 kq olan avtomobil üfüqi yolda 30 metr/saniyə sürətlə hərəkət edərkən tormozlanır. Tormoz müddətində avtomobil yalnız 6000 Newton sabit sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edir. Demək, bizim əlimizdə kütləmiz var, sonra sürət var. Tormoz müddətində F sürtünmə bərabərdir 6000. Demək ki, bu bərabər yavaşlayan hərəkət eləyib də. Tormoz müddətində avtomobil necə hərəkət eləyir?
Dediyimiz kimi avtomobildə burada bərabər yavaşlayan hərəkət edir. Niyə? Sadəcə deyir, yalnız sürtünmə qüvvəsi təsir edir. Yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət bərabər yavaşlayan hərəkətdir. Ona görə də burada deyirik ki, avtomobil yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət etdikdə bərabər yavaşlayan hərəkət edir. Avtomobilin tormoz yolunu hesablayın. S tormoz bərabərdir mv0 kvadrat bölünsün 2f sürtünmə. Buradan da taparıq ki, m1200-dür. Vs kvadratı 900 eləyəcək. 2 vurulsun 6000. Demək, sıfırları aparsaq 4 sıfırdır. 3-ünü aparsaq, bunu da aparsaq, cavab qalacaq 90. Cavab olur 90. Bu belə. Daha sonra tormoz müddəti deyir deyə bizə. Biz tormoz yolu tapdıq. MV0 bölünsün. Nə olacaq bizdə? F sürtünmə. Nəyə görə? Çünki V0 böl A-dır. V0 böl MJ. Hər tərəfə eymə vursaq MV0 bölünsün MJ. Yəni MV0 bölünsün F sürtünmə. 1200 vurulsun 30 bölünsün 6000. Burada gedəndə deməli 5, 30-u da 5-ə 6. T tormoz deyir deyənə cavab 6-dır. Mən S tormoz hesablamışdım bayaq. 30-da da deyir ki, sürət zaman qrafikini çəkin. Bilirik ki, sürət deməli 1200-dən başlayıb tormozlanmağa. Bunun təcillinə baxaq. Təcil bərabərdir müjədir. Amma bizim əlimizdə müsü yoxdur da bunun. Müünü gəlin tapaq da. F sürtünmə bərabərdir müMJ bərabərdir 6000. 6000. Deməli, mü bərabərdir 6000 bölünsün. M-i neçədir? 30-dur. J-si də 10-dur. 300-ə. 6000-i 300-ə böləndə neçə eləyəcək? 20 eləyir. Görək, mən düz tapdım. Gəlin, burada heç müünü tapmayaq. Ehtiyac yoxdur. Bilirsiniz niyə? Çünki bu əgər 6 saniyəyə tamamilə tormozlanıbsa, 6 saniyənin sonunda bunun sürəti 0 olmalıdır da. Onda olacaq bu şəkildə qrafikimiz. Çünki yavaşlayan hərəkətli deyirik. Bərabər yavaşladığına görə bərabər yavaşlayan qrafiki çəkirik. 6 saniyədə bunun tormoz müddətidir. Tormoz müddətdə, yəni gəlir 30-la başlayır tormozlanmağa və 6 saniyənin sonunda dayanır artıq. Ona görə də cavab olur belə. Ümid eləyirəm ki, video sizə faydalı oldu. Videodan yararlandınızsa, kanala abunə olmağı, bəyənməyi, rəy bildirməyi, paylaşmağı unutmayın ki, daha çox işlər görə bilək sizin üçün. İnşallah gələn sınaq videomuzda görüşənə qədər hələlik.